Bugün Azərbaycan Şəhidlər Xiyabanındayıq. Samir Adıloğlu'nun il dönümüdür. Onun atasının anasının yanındayıq. Ona gəlmişik. Bu şad olsun deyil, 25 olsun. Bugün özündə bir boş bir vatan anan yanında olmağa. Bugün Samir qardaşımızın kimi sağlamda bütün şəhidlər Allah rəhmət etsin. Çox şad olsun. Allah 25 olsun. Bugün bizi cəm edən belə qardaşlarımız, belə şəhidlərimiz, Samir kimi qardaşlarımız bugün bizi cəm edir. Bütün analar, atalar bir yerdə olur. Sanat Allah havaca rəhmət etsin, şad olsun. Allah da səbir versin. Amin. Allah iyilən 5 eləsin. Amin. Allah sərlə kömək. Bizim borcumuz sizin için anaların, sizin için ataların huzurunda olmak. Yanımıza gelmek bizim için böyle bir şeref. Vallahi. Gidelim, gel gidelim. Bugün şehidimiz Samir Adıloğlu, Məhəmməd oğlu, Məzarının ziyarətindəyik. Belə bir şey, belə bir şey gəldik. Belə baxın, qardaşımızın məzar ziyarətinə gəldik. Anaya da baş sağlıq edirik, yanında olduğumuz üçün. Allah səbrin versin deyirik. Allah səbrin versin. Bugün bir boş bir Adil qardaşımızın ziyarətində məzarını ziyarət edəməyəyiz. Bugün özümüzün bir qürurla, fəxrlə belə atanın yanında olmalar, belə insanların yanında olmaq, belə şəhidlərimizi yad etmək bizim üçün böyük bir fəxrdir, qürurdur. Allah atana, babaza rəhmət etsin, uşaq olsun, Allah 25 eləsin. Allah səbir versin. Ayın 29'un 19'u kardeşimiz il bölümüdür. Allah onu uşaq eləsin, onu cənnətləri uşaq olsun deyirəm. Allah rəhmət eləsin. Allah belə vətən oğulların bizə çox görməyirdim və nəsə Allah əlimizdən Allah yerlərini cənnət məkan etsin. Allah o dünyasını versin. Allah hamımıza səbir versin. Səbir Allah Teala belə bizə qismət eləməsin bu Kərbəli yazır. Analar gelir gölü yarır balanı Ana özünə söz varsa deyə bilər. Uydağlı geldi dağla geldi. Fəxr edirik ki, bu Allah sizlərə dəyməsin. Sizin üçün gözəl ata, ana, elə övladlar yetişdi. Bugün fəxri övladlar cəsənət sizdən alır. Sizin kimi atalardan alır ki, belə şəhid, belə cəsənət. səbir versin atasına. Allah Sözmək çətində, amma ayrı çarəmiz yoxdur. Nədir? Gözməliyik.